gəlin. En azı 2 il ceza alacaksınız. Anam çox pis vəziyyətə düşəcək. O buna dözə bilməyəcək. Kimisi sevirsen, oysa sana fikir vermir. Əməliyyat elətdirmək üçün pul tapdım. Hardan aldın? Səhv addım atan kimi səni həbs eləyəcəklər. Manav hardadır? Mən Əbrarı istəyirəm. Ona değmeyin. Mən Qumru ilə evlənirəm. Hardan gəlirsən? Cəfərin yanından gəlirsən? Ananı mən öldürmüşəm. Axı niyə? Ata sənə nə oldu? Atacan, Heç nə. bu qız onu sevməyə necə vaxt tapdı? Bu məni öldürəcək vallah. Xala, səni də çağırarıq. Gəlib Londonu gəzib görərsən. Mən Londonda nə edəcəm? Ferhat, ayağa kalk. Ferhat, sen yaxşısan. Ayağa dur. Kalk. Ferhat. Ana, o indi düzgün yoldadır. Onu 1-2 gündür tanıyırsan, necə olduğunu hardan bilirsən? O qaçmağa çalışa bilər. Ama ben belə düşünmürəm. Sabah saat 9-a hazır ol. Səni götürüb aparacağam. Sabah uçacağıq. Allah'ım, atama şəfa ver. Qoy tez sağalsın. Sen bir müddet paytaxta kaldın. İndisi Londona gidersen. İnşallah sənə də nəsib olar bacı. Sən həbs olunmağa layiq deyilsən, Əbrar. Axı, sənin heç bir günahın yoxdur. Bəlkə Özbəkistandan qaçım gedim. Amma hansı pulla? Manav bəyin pulu var axı. Necə olur olsun, onun pullarını götürüb buradan qaçmalıyam. Məni niyə çağırmısan? Köhnə tanışına. Bu nə sözdür deyirsən? Cəfər, Eşdirəm. tez danış. Səninlə mübahisə eləməyə vaxtım yoxdur. Sənin doğrudan niyyətin ciddidir? Geri çəkilməyəcəksən, ha? Nəyi nəzərdə tutursan? Qumrunu. Cəfər, bundan heç şübhən olmasın. Başa düşdün? Aydındır. Yaxşı. İndi sən maşını sür. Mən dediyim yerə sür. Mənə bax görüm. Dur, rədd ol maşından. Düş. Yoxsa bu dəqiqə payını verəcəm. Rədd ol. Sür. Bilirsən, mən nəyə qadirəm? Ha, sür gedək. Sür. Sən dəli olmusan? Sür. Sür dedim. Ciddi deyirəm. Cəld ol. Tez ol. Yaxşı. Ağıllı uşaq. Gedək, gedək. Alo, Cəsur, necəsən? Səndən bir iş görməliyik. Qısası, hazır ol.
Çoxlu pul tapmalıyıq. Yaxşı, gecə görüşərik. Pulları ələ keçirməliyəm. Burada saxla. Aha. İndi düş. Cəld ol. Gel bura. Cəld ol. Gel, gel, gel. Yaxşı. Dayan burada. Belə. Düzünü desəm, mənim sənə borcum var, Humayun. Bəlkə də sən mənə qan verməsəydin, mən ölə bilərdim. Hə? Ona görə də sənə rəhm eləyib, əziyyət vermədən öldürəcəm. Cəfər, Eşidirəm. elə bilirsən məni öldürməklə qumrunu əldə eləyə biləcəksən? Əlbəttə. Səni öldürəndən sonra heç kim mənə mane olmayacaq, rəqibim qalmayacaq, düzdür? Cəfər, Hə, qumru ölər, amma heç vaxt sənə ərə getməz. Bunu bil. Sevgini heç vaxt güclə əldə eləmək olmaz. mənə belə sözlər demə. İndi sən varsan deyə mən tərəfə baxmır. Bunu dəqiq bilirəm. Sabah sən olmayandan sonra hər şeyə razı olacaq. Hə, başa düşdün? Hı? Qısası, gəl, yaxşısı budur, gözlərimə baxma, yaxşı? Hı? Biraz xəcələ çəkirəm. Aşağı, yerə bax, yaxşı? Yerə bax. Baxmayacaqsan? Hə, yaxşı, özün bilərsən. Dayan, tərpənmə. Kimdir? Hey, cavab vermə. Qumrudur. Nə? Qumrudur? Ver görüm, ver. Yaxşı. Sən məni öldürmək istəyirdin? Hə? Yox qardaş, sən mən deyilsən. Bilirəm, sən ürəyi təmiz adamsan, yaxşı adamsan. Sən məni öldürməyəcəksən. Düzdür qardaş? Hə? Bir də yoluma çıxacaqsan? Yox. Allah haqqı yox. Çıxmayacağam. Xoşbəxt olun. Sən düz deyirdin. Aranıza girməklə mən heç nə əldə eləməyəcəm ki, hə? Qumru da oradan da məni sevmir. Səni sevir. İkiniz bir-birinizi sevirsiniz qardaş, hə? Bura bax, sən yalan deyirsən. Yo, yalan demirəm. Qardaş canı, inan mənə. Özündə bıçaqlanan yerimə vurdun, Qardaş, silah aşağı sal. Bir də yoluna çıxan namərddir. Doğrudan deyirəm. Səni öldürsəm, sənin kimi axmaqların sayı azalardı. Hə? Öldürüm səni. Qardaş, məni öldürsən, boş yerə həbsxanaya düşəcəksən. Sonra qumru yazıq sənsiz neyniyəcək, hə? Cavab ver də. Əlimi sənin kimi adamın qanına batırmaq istəmirəm. Qardaş, elə demə. Dostum, hey, silahı ver get də. Qardaş, dayan, yaxşı. Oy, küçənin başına atıb gedərsən. Ay namərd. Hey! Humayun, sən böyük səhv elədin. Məni sağ qoymamalıydın, qardaş. İndi özündən küs. Telefonum hanı? Ha, bu dəqiqə. Alo. Ha dostum, necəsən? Ha, mənə bir dənə də silah lazım deyə. Yaxşısını ver. Dostum, ha, yaxşı.
Ya, gözləyirəm. Yaxşı. Ha. Uf. Nə olub? Hər şey yaxşıdır? Bilmirəm niyə, amma Əbrar Manafın şirkətinin qarşısında gəzir. Axı onun iş yeri oradadır. Düzdür. Bu qədər vaxt ora addımını atmayan adam niyə oradan aralanmır? Sür. Yaxşı. Cəsur. Gəl danışdığımız o yerdə görüşək. Oldu. Satqın. Alo, Cəsur? Hə, mən mərkəzdəki aviakassanın yanındayım. Hazır olmaq lazımdır. Sən də tez hazırlaş. 1 saata çıxıb gedərik. Oldu. Əbrar, salam. Necəsən Satqın? Ustad, Nə ustad? ustad. Hər şey sona çatdı. Gəlin, belə eləməkdənsə bir yerdə qaçaq buradan. Doğrudan? Elə deyirsən? Mən səni dünəndən izləyirəm. Hər bir hərəkətindən xəbərim var. Sən məni satmışsan, Satqın.
Gülsümlə elədiyin xəyanətə görə səni çoxdan öldürməliydim. Ustad. Yaxşı. Bilirsiniz. Mən sizə sədaqətlə xidmət eləmişəm. Amma sən xəyanətinlə hər şeyi məhv elədin. İndi mənim pulumu oğurlayıb qaçmaq istəyirsən? Hə? Sənin belə alçaq olduğun ağlıma da gəlməzdi. Şərəfsiz. Ustad. Sizi izləyirlər. Axtarışdasınız. Mən bunu çox yaxşı bilirəm. Nədir? Məni qorxudursan ki, adam öldürsəm həbs olunaram? Sənə qədər 5 nəfəri öldürmüşəm. Əgər ələ keçsəm, 5 qətlə görə bir həbs cəzası alacam. Səni öldürsəm nə olacaq? Öldürməsəm nə olacaq? Ustad. Özünüzü ələ alın. Mən peşmanam. Yox. Amma mən peşman deyiləm. Sən ölməlisən. Ustad, xahiş eləyirəm. Lazım deyil, ustad. Boğazına bıçaq dirənəndə qorxuya düşdün? Hə? Məni niyə satdın? Nəyə görə satdın? Ustad, lazım deyil. Hey, bilirdim mən nələrə qadirəm. Kəlmə-i şəhadətini de. Sənə rəhm eləmək olmaz. Kəlmə-i şəhadətini de. Ustad, xahiş eləyirəm. Sizə yalvarıram. Sənə görə evimdən didərgin düşmüşəm. İndi də bağışlayım, hə? İndi səni öldürəcəm. Sonra da gedib bütün ailəni öldürəcəm. Onlar qarşımda titrəyib soruşsalar, mən niyə onları öldürürəm? Bilirsən nə cavab verəcəm? Onda deyəcəm ki, mən sizi satqın oğul böyütdüyünüzə görə öldürürəm. Ustad, lazım deyil. Kəlmə-i şəhadətini de. Daha geriyə yol yoxdur. Əbrar, tez ol. Getdik. Gedək də. Əbrar, nə oldu? Əbrar, Əbrar. Qardaşım, nə oldu? Manav! Bu kimdi dalımca düşüb?
Alo. Alo. Eşidirəm. İş plan üzrə gedir ya yox? De görüm. Kapitan, onu izləyirəm. Manaf bəy maşından düşüb harasa çıxıb getdi. Yaxşı. Hər şeyə nəzarət elə. Oldu, başa düşdüm. Əlaqədə ol. Təcili olaraq siz də bura gəlin. Biz yola çıxmışıq. Birazdan orada olacağıq. Tək başına hərəkət eləmə. Yaxşı. Siz? Hə, Dilarə xanım. Nədir, məni izləyirdin? Danış! Yox. Əbrarın maşınına GPS yerləşdirilmişdi. Biz onu izləyirdik. Sizin Əbrarın maşınından düşdüyünüzə şahid olduq. Və sizi izləməyə başladıq. Deməli belə... Görünür sənin də axırın çatdı. Artıq yolun sonudur, Manaf bəy. Lap vaxtında gəldiniz. Bu alçaq Əbrarı da öldürüb. Nə? Manaf bəy, cinayətləriniz sona çatdı. Ömrünüz boyu həbsxanada çürüyəcəksiniz. Ata, Hə, qızım. tez sağal gəl. Mən dua eləyəcəm. Sən bunu hardan bildin, qızım? Ata, tez sağal, nə olar? Mən səni çox istəyirəm, ata. Ata, sən qayıdıb gələcəksən, hə? Sever. Kızımı götür apar. Ata, söz ver. Qayıdıb gələcəksən, hə? Söz verirəm. Yaxşı, bəsdir. Qumru? 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 Hə, Hazırsan, hə? hazıram. Onda tez ol, gecikirik. Yaxşı, bu dəqiqə. Tez ol, tez ol, tez. Şirin, əşyalarımı gətir. Gəlirəm, bu dəqiqə, gəlirəm. Oy, hamı gedir, Qumru. Bəs mənlə sağollaşmayacaqsan? Gözəl xalam. Canım qızım. Mən gedib çantanı maşına Hə, qoyaram. yaxşı. Sizin üçün çox darıxacam. Maşın açıqdır. Yaxşı. Xoşbəxt olun. Çox sağ olun. Sağ ol Bəxtəvər xalam. olun. Çox sağ Artıq olun. indidən Mən darıxıram. də sizin üçün darıxacam, qızım. Sağ olun. Salamat qalın. Qızımla müğayət ol. Baş üstə. Yaxşı Ondan olmayın. müğayət olacağam. Siz narahat olmayın. Yaxşı? Allah qoysa xalam da Londona gələr, Hə, hə? əlbəttə, əlbəttə. İnşallah. Zəngləşərik. Telefon var. Telegram vasitəsilə görüntülü Oy, danışarıq. Londonda mənim nə işim var? Dil də bilmirəm. Öyrənərsən xalam. Hə, öyrənərsiniz. Yaxşı. Biz gedək. Bizim üçün dua edin. İlahi amin. Əmin amanlıq olsun. Sizi xoşbəxt görmək nəsibimiz olsun. Çoxlu nəvə nəticələrimiz olsun. Amin. Allahu Ekber. Çox sağ olun. Salamat qalın. Hə, Tez ol, gedək. gecikirik. Sizi yola salın. Aha, getdik. Ehtiyatlı ol, Qumru. Ora başqa bir ölkədir.
Tanımırsan, bilmirsən. Yaxşı xalacan, narahat olma. Allah qoysa hər şey yaxşı olacaq. Sağ ol. Sənə nəsə alım gətirim? Əməliyyatdan sonra nəsə lazım olacaq? Yox, sağ ol. Lazım deyil. Dayanaq bir dəqiqə. Ehtiyatlı ol, ehtiyatlı ol. Geç. Necə gəldiniz? Özünüzü yaxşı hiss edirsiniz? Hə, yaxşıyam. Çox sağ olun. Gedək. Siz burada qalın. Sən qal. Gərək evdə qalardın Şirin, sənə əziyyət olacaq. Eybi yox bacı. Sizi hava limanından yola salıb sonra özüm qayıdacağam. Yaxşı, eybi yox. Qoy yola salsın. Bacı, Maşından düşmə Humayun. Başqa yolumuz yoxdur axı. Humayun dayan. Bax, ağıllı ol. Cəfər. Xahiş edirəm Cəfər. Özünü ələ al. Hər şeyə görə sən günahkarsan. Cəfər. Qumrunu vurma, məni vur. Cəfər. Yaxşı. Qumru, sən tamaşa elə. Gör Humayun necə öləcək. Sən tamaşa elə. Nədir, siz kef eləmək istəyirdiniz? Hə? Xəbərsiz aradan çıxırsınız. Məni axmaq hesab edirsiniz? Cəfər, sakitləş. Bəsdir. Belə eləmə. Cəfər, xahiş İndi edirəm. görəcəksən nələr olacaq. Şirin, sən maşına otur. Maşına otur. Şirin, maşına otur dedim. Şirin. Bax, sən qarışma. Qarışma, xahiş edirəm. vur. Dayanın. Həkim, deyin görüm nə oldu? Narahat olmayın, hər şey yaxşı olacaq. Siz dua eləyin. 50% sağ qalma şansı var. Sağ qalmaq ehtimalı çox azdır. Nə? Niyə? Vəziyyəti çox ağırlaşıb.
Alo, Alo, salam aleyküm. əleyküm əsalam. Mən polis işçisiyəm, Gülbahar Rəhimova. Eşidirəm sizi. Humayun, sizin atanızı həbs elədik. İstəsəz məhkəmədə iştirak eləyə bilərsiniz. Mən anamın qatilinin məhkəməsində iştirak eləmək istəmirəm. Xahiş eləyirəm, bir də bununla bağlı məni narahat eləməyin. Yaxşı, başa düşdüm. Humayun, sizin atanızı həbs elədik. İstəsəz, məhkəmədə iştirak eləyə bilərsiniz. Humayun, sən indi öz həyatını qurmalısan. Yanında sevdiyin qadın qumru olacaq. Yaxşı, hər kim nə iş görübsə, ona uyğun cəzasını alacaq. Bu qədər il o səni aldatdı. Sən ona görə narahat olma, Humayun. Axı ananın heç bir günahı yox idi. Belə olmalıydı. Hə, Humayun. Sən ananın qatilinin məhkəməsində iştirak eləməməlisən. Hər şey ədalətli oldu. Bundan sonra nə etmək istəyirsən? Səndən soruşuram. Sən mənim bütün planlarımı məhv elədin. Axı sən pis adam deyilsən, düzdür? Hı? Yoxsa doğrudan ateş açmaq istəyirdin? Ateş açmaq istəyirdim. Qumruya görə bütün həyatını tamamilə məhv eləmək istəyirdin? Gözümə baxıb cavab ver. Məhv eləmək istəyirdin? Onda niyə ateş açmadın? Bəs nəyə görə məni görən kimi dayandın? Bilmirəm. Özüm də bilmirəm. Səbəbini bilmirəm. Hə. İndi nə etmək istəyirsən? Mən səhvimi düzəldəcəm. Londona getməli olsam belə, onları öldürəcəm. Dayan. Dayan. Bırak kolumu. Bütün fikrim bacımın yanındadır. Onun yanına git. Dayan. Şirin. Mənə qulaq as. Düzünü deyim, onları niyə öldürmədim? Ha? Sənə deyim, mən niyə tapançanı aşağı saldım? Çünki mən qumrudan da vacib bir insanın olduğunu hiss elədim, Şirin. Onun kim olduğunu bilirsən? Ha?
Bilirsən? O sənsən. Sağ olun, sağ olun. Yaxşı oldu. Dediyiniz kim olacaq? Nədir? Sizi tərifləyirdilər? Hə, əlbəttə. Lap yaxşı. Sən Humayunla əlaqə saxladın? Hə, dedi ki, məhkəmədə iştirak eləməyəcək. Hə. Onun yerində olsam, mən də belə eləyərdim. Manaf bəy atası ola-ola Humayunun anasını öldürüb. Bu övlad üçün çox ağırdı. Düz deyirsiz. Yaxşı, gedək içəri. Yaxşı. Əllərin əlimə dəymir nə vaxtı. Sanki dünyam mənə bir andar gəlir. Ana, Hə? Hə qızım? sənin yanına bir nəfər gəlib danışmaq istəyir. Kimdir? O... gəl içəri. Salam əleyküm. Keç. Axı sən burada Necəsiz? neynirsən? Anacan. Anacan? Qısası qızınızı istəməyə gəlmişəm. Bir müddət sonra. Gedək. Hə, gedək. Niyə gec gəldin? Atamla Ulduzun ruhu üçün dua elədim. Lap yaxşı.